bu dünyada intizarı çəkmir. Yühlüyə karvanı quşquzar ilə sarban olub, qəm qatarı çəkmir. Yaşaya dünyada xoş əhval ilə, evlatla, devlətlə, var ilə, qəsəbə qaymağı yağı bal ilə, xəstə olub, qəm qusarı çəkmir. O qəsəbə qaymağı deyəndə Allah yenə ölənlərə rəhmət eləsin. Rəhmətli babalarımız, nənələrimiz biz aparırdı. Mən baş keçini harada sevdim. Biz aparırdılar dağlara. Gedirdik Armudlu gölünə. Armudlu gölündən qalxırdıq Göybulağı. Göybulaqdan yaylağa. Elə bir yeri qalxırdıq ki. Orada nənəm rəhmətlik maşınki ilə qaymaq çəkirdi. Sütü tökürdü maşınla. Və bizim yanağımıza yağlayır. Deyirdim, niyə deyirsən? Deyir ki, gün vurur, yanağımız partlamasın. Kəndə gəlirdik, mən yaşlı uşaqla hamısı qapqara. Nedir? Bir dəri, bir sümük, biz də gəlirdik. Yana o deyir, bu qızın yanağından qan damır. Sağ olun, sağ olun. Allah sizi var eləsin. Həmişə belə gözəl günlərdə. Sağ olun inşallah. Çox xoş oldu həqiqətən. İndi mən də Abbasın dilindən Saadət qızıma bir şeyler armağan eləmək istəyirəm. Tanrıdan yazılan alın yazımsan. Qış ömrümdə gül çiçəkli yazımsan. Sinəmin başında qalan yazımsan. Sənsiz həyat yalan, ay ömrüm günüm. Qayıt gəl başına, mən özüm dönüm. Sağ ol. Az bilirsən ki, qəlbimdəsən, bircəsən. Gözüm yolda qalıb, qayıt, bircə sən. Bu həyatda məni duyan, bircə sən. Sənsiz həyat yalan, ay ömrüm günüm. Qayıt gəl başına, mən özüm dönüm. Sağ ol. Çox sağ olun. Kimindir bu? Binəliyəm. Binəliyəm. Babam da deyirdi bir şeyi. Binəli dağlarda gül çiçək dərdi. Abbas da dağlarda gül çiçək dərdi. Alıbdı canını bir göçək dərdi. Söylə, söylə necə çəksin bu yetim dərdi. Sənsiz həyat yalan. Ay ömrüm günüm. Qayıt gəl başına mən özüm dönüm. Allah sizi xoşbəxt eləsin. Yar yandan, qar yandan olasın. Bir gündə olsun belə məclis qurulsun. Siz də baba nənə kimi belə gözəl. Yaşına çıxın. Amin. Çox sağ olun.